gedirik, şən nəğmələr deyirik. Biz səbətlə gedirik, şən nəğmələr deyirik. Sağlam olmağın yolu düzgün qidalanmaqdan keçir. Gəlin sürücü qidalarla deyil, təbiətin bizə verdiyi təbii məhsullarla qidalanaq. Sağlam bədəndə sağlam ruh. Qorumaq insanın sağlamlığını qorumaq deməkdir. Gəlin ana təbiəti də göz bəbəyimiz kimi qoruyaq ki, sağlamlığımız yerində olsun. Heyvayam, tərkibim dəmir, sink, mis kimi minerallarla zəngindir. Qırmızı qan hüceyrələrinin çoxalmasına kömək edirəm. Xərçəng riskini azaldıram. Ağız qoxusunun qarşısını alıram. Mənim yarpağım göz ağı, göz qapağı. Kirpiklərin iltihabı xəstəliklərinin dərmanı. Üçün yağlı yeməklərin sayını azaldıb bitki yağlarından istifadə etmək lazımdır. Qarğı dalı, zeytun, günə baxan, çayçanı. Mən almayam. Məni qabığım ilə birgə yemək lazımdır. Həzmə kömək edirəm. Tərkibim C, B1 vitaminləri, fosfor, kalsiyum, magnezyum ilə zəngindir. Mən naram. Məni yeyən insanların sinir sistemindən sümüklərlə heç bir şikayəti olmaz. Qan azlığın dərmanıyam. Tərkibim B2, B3 vitaminləri dəmirlə zəngindir. Bilək qan damar sistemlərini möhkəmləndirir.